Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər. Platforma haqqında bir məlumat vermək istəyirəm. Əsasən də bu qeydiyyatdan keçən müəllimlər üçün. Burada platformaya daxil olan zaman təkliflər və şikayətlər bölməsi vardır. Bura daxil olub öz mail adresinizi yazıb təkliflərinizi bildirə bilərsiniz. Burada ancaq qeydiyyatdan keçdiyiniz mail adresi ilə qiymətləndirmə edə bilirsiniz. Platformada müəllim kimi daxil olan zaman digər funksiyaları necə istifadə edə bilərsiniz, onun izahını verəcəm. Mən burada öz profilimə daxil oluram. Platformaya daxil olduğunuz zaman bu şəkildə, burada siz istəsəz şifrənizi mail ünvanınıza göndərə bilərsiniz. Burada şifrənizi unutmuşsunuz düyməsinə vurub email ünvanınıza daxil edirsiniz. Və yaxud da burada şifrənizi dəyişə bilərsiniz. E-mail ünvanınızı yazıb köhnə və yeni şifrənizi daxil edib şifrənizi yeniləyə bilərsiniz. Mən burada öz profilimə daxil oluram. Qarşımıza bu şəkildə pəncərə çıxacaqdır. Burada siz müəllim kimi də daxil ola bilərsiniz, tələbə kimi də. Bu yalnız müəllim kimi qeydiyyatdan keçənlərə aiddir. Yəni, tələbə kimi qeydiyyatdan keçsəndə tələbəniz burada avtomatik bu pəncərə gəlmir. Avtomatik həmin tələbəni yönləndirir tələbə bölməsinə. Burada müəllim panelinə daxil olursunuz. Qarşınıza bu şəkildə məlumatlar olan bölmələr çıxır. Burada siz sual bazası bölməsinə daxil olursunuz. Açılan pəncərədə sizin bütün bazada yerləşdirdiyiniz suallar görünür. Burada istəsəniz sual şablonunu yükləyib Excel formatında da sualları doldura bilərsiniz. Həmin doldurduğunuz faylı burada sualları bazaya yüklə düyməsinə vurub həmin faylı buraya yükləyirsiniz. Və yaxud da ki, belə deyim, əlinizdə çoxlu sayda Word faylı ilə suallar var. Siz həmin sualları buraya yükləmək istəyirsiniz. Bunun üçün toplu sual əlavə et düyməsi var. Toplu sual əlavə et düyməsinə vurduqdan sonra qarşımıza bu şəkildə pəncərə çıxır. Burada ulduzla göstərilən xanaların doldurulması vacibdir. Yəni onları doldurmasaz göndərilməyəcək. Məsələn, mən buna tarix yazıram. Mövzu Sasani. Sinif də seçə bilərik. Çətinlik dərəcəsi də balda deyəlim 4 ballıq bu sualdır. Əlimdə olan Word fayldan 3 dənə suallıq kopyalayıram. Yapışdırdım bura. Burada cədvələ çevir düyməsinə klik etdikdə avtomatik bizim yuxarıda kopyaladığımız suallar sual bazasına göndəriləcək şəkildə özü cədvəl formatına salır. Əgər ola bilər ki, burada hər hansısa bir sual, məsələn 1, 2, 3 sıralama ilə gedir. Baxırsınız ki, burada hər hansısa bir sualda səhvlik varsa, onlar da algoritmada nəsə səhvlik ola bilər, həmin sualı bura yükləməz. O zaman siz burada, məsələn, ikinci sualdırsa, birinci sual düşübdür, 2 düşmübsə, onda birinci sualın altında olan plus işarəsinə vurub, həmin sualı buradan kopyalayıb, variantları da eyni şəkildə kopyalayıb, buraya daxil edirsiniz. Gördünüz, məsələn, səhvdə əlavə yükləmirsiniz, onda buradan X-lə vurub həmin sualı silə bilərsiniz. Burada düzgün cavabları seçirsiniz, hansı sualın düzgün cavabı nədirsə onu seçirsiniz və bazaya göndər düyməsinə klik edirsiniz. Burada artıq suallar, baxın, göndərilir bazaya. Bazaya göndərildikdən sonra burada yenilə düyməsinə vurub ən sona düşürük. Baxın, az əvvəl yüklədiyim 3 dənə sual artıq bura düşdü. Bunları silmək üçün də Shift-lə seçirəm. Seçilənləri sil düyməsinə vurub həmin sualları bazadan silirəm. Bəzi testlər olur ki, məsələn, bu fizika olsun, kimya olsun, burada diaqramlar formatında olur. Həmin sualları siz şəkil formatında yükləyə bilərsiniz. Bunun üçün yeni sual düyməsi var. Bura klik edirsiniz. Açılan pəncərədə fən daxil edirsiniz. Məsələn, fizika yazın bura. Mövzu, hər hansısa mövzu yaza bilərsiniz. Variant, orta, bu çətinlik dərəcəsini istəsəz seçə bilərsiniz.
bal, məsələn, sualı neçə ballıq olacaq? Məsələn, 4 ballıq deyəlim buna. İstəsəz sual mətnini bura daxil edə bilərsiniz. İstəməsəniz də burada birbaşa şəkli yükləyə bilərsiniz sayta. Mən məsələn bunu deyim. Burada variantlar seçirəm. A. Əgər düzgün cavab hansıdırsa, həmin belə deyim, düymənin üzərində bir dəfə klik etməklə burada düzgün cavabı artıq seçmiş olursunuz ki, düzgün cavab budur. İstəsəniz buna izah da yaza bilərsiniz. Belə deyim, tələbə sualı səhv yazdığı zaman sizin bura yazdığınız izah tələbənin qarşısına çıxır və harda səhv elədiyini daha yaxşı başa düşür. Və bir neçə sualı yükləyə bilərsiniz. İstəsəniz növbəti sual əlavə et düyməsinə vurub yeni bu şəkildə sual kartı çıxacaq. Həmin seçilən sualların toplam sayı burada göstərilir. Mən indi bir dənə seçmişəm. Ona görə bir dənə göstərir. Bazaya göndər düyməsinə klik etdikdə avtomatik burada həmin sual bazaya yüklənir. Buradan çıxıb ən sona düşdüyümüzdə burada yeniləmə düyməsi ilə yeniləyə də bilərsiniz. Həmin yazdığım sual baxın buraya düşdü. İstəsəz burada qələm işarəsinə vurub sual mətni, variantları, düzgün cavabları dəyişə bilərsiniz. Həmçinin şəkili yanlış əlavə etmişsinizsə, şəkili buradan dəyişdirə bilərsiniz. Həmçinin buradan da sualı silə bilərsiniz. Burada istədiyiniz sualları seçib aktiv pasiv edə bilərsiniz. Məsələn, mən indi kompüterlə daxil olmuşam deyə klavye düyməsi ilə göstərəcəm. Baxın, məsələn, istəyirəm ki, burada birinci sualla 5-ci sual arasındakı sualları pasiv edin. Burada shift-i sıxıb klik etdiyim zaman avtomatik bütün suallar seçilmiş oldu və aktiv pasiv edə bilər. Həmçinin həmin sualları da silə bilərəm. Video biraz uzun oldu. Bundan sonra digər bölmələrdə izahını verəcəm. Yəni, əsas burada sizə lazım olan sualları yükləməkdir bazaya.